Prognoz TV kanalına hoş gelmişsiniz. Səlam, hər vaxtınız xeyir olsun. Sizə 15 mart 2026-cı ilin bürclərini təqdim edirik. Qoç gün gərgin başlayacaq, lakin sonra hər şey yoluna düşəcək. Bir çox Qoç bürcündə doğulanlar günün əvvəlində əsəbi və səbirsiz ola bilər. Bu isə başqaları ilə anlaşmağı çətinləşdirəcək. Tez-tez təkcə işlə bağlı yox, həm də məişət məsələlərinin həlli ilə məşğul olmalı olacaqsınız. Səhər saatlarını tanış və sadə işlərə, səliqə-sahman yaratmağa və əvvəlki səhvləri düzəltməyə həsr etmək daha yaxşıdır. Tədricən özünüzü toparlaya biləcəksiniz və bu günün ikinci yarısını daha məhsuldar edəcək. Əvvəllər münasibətlərinizdə gərginlik olan insanlarla dil tapa biləcək və yaranmış fikir ayrılıqlarını aradan qaldıracaqsınız. Mürəkkəb tapşırıqları uğurla yerinə yetirəcək və nəticələr sizi sevindirəcək. Buğa enerjiniz yüksək olacaq və özünüzü güclü hiss edəcəksiniz. Hərəkət azadlığı və müsbət yanaşmanız istənilən çətinliyin öhdəsindən gəlməyinizə imkan verəcək. Bununla belə, bəzi buğalar üçün ehtiyatlı olmaq vacibdir. Düşünülməmiş addımlar istənməyən nəticələr doğura bilər. Rəqabət şəraitində üstünlük qazanacaqsınız. Bu enerjini düzgün istiqamətə yönəltsəniz, parlaq nəticələr əldə edə və özünüzü ən yaxşı tərəfdən göstərə bilərsiniz. Özünüzə olan inam sizə əvvəllər tərəddüd etdiyiniz işləri görməkdə kömək edəcək. Axşam saatları dostlarla görüşmək və səmimi söhbətlər üçün çox münasibdir. Əkizlər gün kifayət qədər gərgin və məşğul keçəcək. Səhər saatlarında məişət problemləri gözlənilmədən ortaya çıxacaq və planlarınızı dəyişməyə məcbur edəcək. Əkizlərin əksəriyyəti vacib və məsuliyyətli tapşırıqlara tələsmədən başlamalıdır. Günə yavaş-yavaş alışmaq, sənədləri qaydaya salmaq və iş ritminə uyğunlaşmaq daha məqsədə uyğundur. Kiçik fikir ayrılıqları mümkündür. Duyğularınıza nəzarət etməyə çalışın, incə və təmkinli olun. Həmsöhbətinizə qarşı üstünlük nümayiş etdirməyə çalışmayın. Bu halda mübahisələrdən yayınmaq və ətrafdakılarla yaxşı münasibət saxlamaq mümkün olacaq. Xərçəng gün uğurlu başlayacaq. Hətta başqalarının çətinlik çəkdiyi işlərdə siz uğur qazanacaqsınız. Səyahət və işgüzar səfərlər üçün əlverişli vaxtdır. Bir çox xərçənglər sərfəli sövdələşmələr bağlayacaq və xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq quracaqlar. Yeni faydalı əlaqələr yaratmaq üçün əla imkanlar olacaq. Gələcəkdə sizə faydalı olacaq biliklər əldə etmək baxımından da uyğun gündür. Günün sonunda öz imkanlarınızı həddindən artıq qiymətləndirməməyə çalışın. Tələsik verilən vədlər sonradan artan iş yükünü daşımağı çətinləşdirə bilər. Şir qeyri-müəyyən, amma maraqlı bir gündür. Səhər saatları mürəkkəb məsələlərin həlli üçün çox əlverişlidir. Bir çox şirlər tanımadıqları sahələrdə belə uğurla irəliləyəcək, yeni bilikləri tez mənimsəyəcək və nəyi necə istifadə etməyin daha səmərəli olduğunu anlayacaqlar. Cəsarətli təkliflərlə çıxış etmək üçün də münasib vaxtdır. Rəhbərlik sizin təşəbbüskarlığınızı və səylərinizi yüksək qiymətləndirəcək. Günün sonunda isə gərginlik arta bilər. Bəzi insanlarla münasibətlərdə anlayış tapmaq çətinləşəcək. Artan əsəbilik ünsiyyətdə sizi çətin vəziyyətə sala bilər. Bununla belə ciddi münaqişələrdən çəkinmək mümkündür. Qız gün olduqca uğurlu başlayacaq, ona görə də vaxtınızı boş yerə sərf etməyin. İddialı layihələrə başlamaq və çətin tapşırıqları yerinə yetirmək üçün ideal zamandır. Bir çox qız bürcü nümayəndəsinin intuisiya güclü olacaq və bu çətin situasiyalarda düzgün qərarlar qəbul etməyə kömək edəcək. Ancaq özünüzə həddindən artıq güvənmək sizi səhvlərə sürükləyə bilər. Təcrübəli insanlardan gələn məsləhətləri dəyərləndirməkdə fayda var. Axşam saatlarında evlə bağlı məsələlər diqqətinizi cəlb edə bilər. Yaşlı qohumlara kömək etməli olacaqsınız. Bu, həm sizə mənəvi rahatlıq verəcək, həm də ailə münasibətlərinizi möhkəmləndirəcək. Tərəzi ziddiyyətli gündür. Səhər saatlarında hər zaman haqlı olmasanız da, hər mövzu üzrə mübahisəyə meyilli olacaqsınız. Ancaq emosiyalarına nəzarət edə bilən tərəzilər həm əhəmiyyətli uğurlar əldə edəcək, həm də ətraflarında sakit və harmonik mühit yarada biləcəklər. İşgüzar tərəfdaşlarla bir çox ümumi maraqlar tapmaq mümkün olacaq. Dediklərinizə diqqət yetirin, incəlik və təmkin sizin ən güclü tərəfinizə çevriləcək.
Axşam saatları oxumaq, imtahanlara hazırlaşmaq və mürəkkəb məsələləri çözmək üçün əlverişlidir. Hər şeyin öhdəsindən gələcək və vaxtında çatdıra biləcəksiniz. Əqrəb asan keçməsə də uğurlu gündür. Artıq sizə faydası olmayan və yükə çevrilmiş şeylərdən qurtulmaq üçün münasib zamandır. Bir çox əqrəblər bugün intuisiyalarına güvənməlidirlər, məntiqin kifayət etmədiyi hallarda o, sizə doğru yol göstərəcək. İş yoldaşları və ya yaxınlarınızla mühüm məsələləri müzakirə etmək üçün də uyğun şərait yaranacaq. Günün ikinci yarısında səbəbsiz narahatlıq hissi ilə üzləşə bilərsiniz. Bu vaxt yeni layihələrə başlamamaq və önəmli qərarlar verməmək daha yaxşıdır. Yaxınlarınızın və ya dostlarınızın dəstəyi bu narahatlığın öhdəsindən gəlməyinizə yardımcı olacaq. Oxatan parlaq və hadisələrlə dolu gündür. Bacarıq və keyfiyyətlərinizi nümayiş etdirə biləcək, bir çox vacib məsələləri həll edəcək və karyera yüksəlişi şanslarınızı artıracaqsınız. Bir çox oxatanlar faydalı əlaqələr quracaq, nüfuzlu insanlarla münasibətlər yaradacaq. Köhnə tanışlıqları bərpa etmək üçün də əlverişli zamandır. Qeyri-adi dərəcədə inandırıcı və təsirli danışacaqsınız, bu isə əvvəllər sizinlə məsafəli davranan insanlara da yaxınlaşma imkanı yaradacaq. Axşam saatlarında emosional vəziyyətinizə diqqət yetirin. Gələcək planlarınızı dəyərləndirmək və nə istədiyinizi anlamaq üçün tək qalmaq sizə yaxşı təsir edə bilər. Oğlaq gün ərzində hər şey problemsiz keçməyəcək, amma ümumilikdə gün uğurlu olacaq. Səhər saatlarında bir çox oğlaq həddindən artıq həssas ola bilər, bu isə ciddi məsələlərin müzakirəsini çətinləşdirəcək. Qətiyyətli və sərt olmaq əvəzinə ətrafınızdakılara qarşı anlayışlı və dözümlü olun, bu ünsiyyəti asanlaşdıracaq. Günün ikinci yarısı isə yeni təşəbbüslər və cəsarətli qərarlar üçün əlverişli olacaq. Orijinal ideyalar irəli sürmək üçün yaxşı zamandır, rəhbərlik onları dəyərləndirəcək, etibarlı həmkarlar isə ideyalarınızın reallaşmasında sizə dəstək verəcəklər. Dolça gün düşündüyünüz kimi axmayacaq. Bəzən başqaları ilə ünsiyyətdə istədiyiniz sözləri tapa bilməyəcəksiniz. Artan emosional həssaslıq öz mövqeyinizi müdafiə etməyi çətinləşdirəcək. Səhər saatlarında daha sakit və təkbaşına həll edə biləcəyiniz işlərlə məşğul olmaq daha məqsədə uyğundur. Lakin çox keçmədən bir çox dolçalar özlərində enerji artımı və müsbət əhval-ruhiyyə hiss edəcəklər. Vaxtilə itirdiyiniz imkanları bərpa edəcək, buraxdığınız səhvləri düzəldəcək və ünsiyyətdə çətinlik yaşadığınız insanlarla münasibətləri yoluna qoya biləcəksiniz. Balıq səhər çətin keçəcək. Başqaları ilə münaqişələrdən qaçmaq asan olmayacaq. Bəzi balıqlar yaxın qohumlarının problemlərini həll etmək üçün öz planlarını dəyişdirmək və işlərini yarımçıq qoymaq məcburiyyətində qalacaqlar. Hətta adətən rahat anlaşdığınız insanlarla belə bugün ortaq dil tapmaq çətin ola bilər. Kiçik maliyyə problemləri də mümkündür. Lakin günün ikinci yarısında müsbət meyllər güclənəcək. Gələcək fəaliyyətinizdə işinizə yarayacaq yeni bacarıqlar öyrənmək şansı əldə edəcəksiniz. Axşam isə ailə üzvləri ilə birlikdə dincəlmək və vaxt keçirmək üçün ən yaxşı zamandır.